Həzrəti İmam Sadiq əleyhissalamın səhabələrindən biri Salim idi adı. Oğlu nəql eləyir, deyir, atam bir gün gəldi Həzrəti İmam Sadiq əleyhissalamın yanına. İmam Sadiq əleyhissalam ona sual verdi. Sual verdi ki, sən oruç tutdun bu ayda? Həl sumtə fi hazə şəhr şey'a? Ən azı bir neçə gün, nəsə bir oruç tuta bildin bu ayda? Deyir, Rəcəb ayının axırları idi. Artıq Rəcəb ayının sayılı günləri qalmışdı. Deyir, qultullah vəllah yəbnə Rəsulillah. Deyir, atam dedi ki, atasından nəql edir. Salim deyib ki, ey Allahın Peyğəmbərinin əziz övladı, mən heç nə tutmamışam. Oruç tutmamışam bu ayda. Qalə lilləqəd fatəkə minəs-səvabi ma la ya'ləm məbləğəhu illəllah əzzə və cəl. Deyir ki, sən elə bir savab əldən buraxmısan, itirmisən ki, elə bir savabı sən itirmisən ki, onun dəyərin və qiymətin Allahdan başqa heç kəs bilmir. Bunu nə mələk hesablaya bilər, nə imam hesablaya bilər, nə Peyğəmbər hesablaya bilər. Peyğəmbərin övladı deyir, Həzrət İmam Sadiq əleyhissalam buyurur. Buyurur, elə bir savabı əldən buraxmısan, əldən vermisən ki, Allahdan başqa heç kəs onun dəyərini bilmir, onun qiymətini bilmir.